Zər qədrini zərgər bilər. 12-ci əsr Azərbaycan kitab mədəniyyətinin qızıl dövrü sayılır. Bu mədəniyyətin bir çox səhifələri Dahi Nizaminin adı ilə bağlıdır. Bir sıra elm sahələrini mükəmməl bilən şair, həm də mahir xəttat, bacarıqlı kitab ustası olmuşdu. Kitaba böyük sevgi ilə yanaşan Nizami, cildçilik peşəsinə də xüsusi önəm verirdi. O düşünürdü ki, kitabın cildi də məzmunu kimi gözəl olmalıdır. Şair əsərlərində bu haqda belə deyərdi: alıcı olmasa, tanınmaz gövhər. Bu dövrdə Nizaminin vətəni olan Gəncə kitabçılıq mərkəzi kimi tanınmışdı. Burada elə bir kitabxanalar yerləşirdi ki, onların nəzdində kitab emalatxanaları fəaliyyət göstərirdi. Dünyanın bir çox şəhərlərindən gətirilən kitablar burada xəttatlar tərəfindən çoxaldılır, müxtəlif şəhərlərdəki kitabxanalara yayılırdı. Çox maraqlıdır ki, heç vaxt doğma şəhərini tərk etməyən şair ensiklopedik biliklərə malikdir. Şair bu məsələyə belə aydınlıq gətirirdi: dünyanı ayaqla yox, başımla dolaşmışam mən. Həqiqətən də şairin ensiklopedik biliklərinin mənbəyi məhz Gəncə kitabxanaları olmuşdu. Bu dövrdə Atabəylərin Saray Kitab Evi Gəncənin ən zəngin kitabxanası sayılırdı. Şairin dayısı Xacə Ömər Atabəylərin vəziri idi. Xacə Ömər həm də saray kitabxanasına rəhbərlik edirdi. Nizami də dayısının vasitəsilə bu kitabxanadan bəhrələnirdi. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdi.